Dostlar, keçən videomuzda yerli mənşəli kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisinin hesablanması qaydasına baxdıq. Bir çox sahibkar elə bilir ki, bu qayda topdan satışa və xarici mənşəli kənd təsərrüfatı məhsullarına aid deyil. Vergi Məcəlləsinin 153.3-cü maddəsi bu məsələyə aydınlıq gətirərək hər iki halda güzəştin tətbiqinə icazə verir. Maddəyə əsasən həm xarici, həm yerli mənşəli kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı da əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanır. Lakin burada sahibkarların və mühasiblərin bilməli olduğu iki kritik məqam var. Birincisi, bu güzəşt müvəqqətidir. Yəni 2022-ci ilin yanvarın 1-dən 5 il müddətinə nəzərdə tutulub. İkincisi, xarici mənşəli balıq məhsulları istisnadır. Misal, fərz edək ki, sizin bir şirkətiniz var və Türkiyədən ya da İrandan kənd təsərrüfatı məhsulları ixal edirsiniz və yerli marketlərə elektron qayma əsasında, yəni topdan satış edirsiniz. Bu halda da əlavə dəyər vergisi ümumi satış məbləğindən yox, ticarət əlavəsindən hesablanacaqdır. Gördüyümüz kimi, qanunu düzgün tətbiq etməklə biznesin maliyyəsini qorumaq mümkündür. Bəs əlavə dəyər vergisi ödəyicisi olmaq hər zaman bizim seçimimizdirmi? Hansı həddən sonra dövlət qarşımıza keçib, artıq böyümüsən, əlavə dəyər vergisi ödəyicisi olmalısan deyir. Növbəti bölməmizdə Vergi Məcəlləsinin 154-cü maddəsini, yəni vergi ödəyicilərini şərh edəcəyik. İzləmədə qalın.